Burada böyük bir dənə problem var. Məsələ burasındadır ki, o sözü gedən siz dediniz qanun, qanun deyil sərəncamdır. Bəli. Bu ilə bağlı müvafiq sərəncam var, səhv eləməmsə 2024-cü ilin sentyabr aylarına təsadüf eləyirdi. Elə doğru deyirəm ki, sərəncam verildi ki, artıq mülkiyyət hüququ təsdiq eləyən və ilkin hüquqi sənədləri olmayan evlərə, yəni hansı ki o torpaqların təyinatı fərdi yaşayış evinin tikintisi üçün deyil, kənd təsərrüfatı və digər təyinatlıdırsa, onlar qazlaşdırılmasın, işıq və digər kommunallarla təmin olunmasın. Aha. Xüsusilə də qazda. Məsələ burasındadır ki, birinci problem ondan ibarət ki, böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqda fərdi yaşayış evi tikir. Təyinatı üzrə istifadə eləmir. Belə olan halda məhkəməyə də müraciət eləsən, ora məhkəmə qərar verməyəcək, qaz çəkilməyəcək. Amma sənin torpağının təyinatı fərdi yaşayış evinin tikintisi üçündür. Amma sənin çıxarışın yoxdur. Bələdiyyə sənədin var, orderin var, sərəncamın var, müqavilən var, hansısa icra hakimiyyətin qərarı varsa, köhnə tarixlərə təsadüf eləyəndə, o halda məhkəmə ilə bunu eləmək mümkündür. Və çox təəssüf ki, bu günləri həmin sərəncamı bəzi aidiyyatı qurumlar səhv anlayırlar. Adamın ilkin hüquqi sənədi varsa, artıq ora qaz çəkmək mümkündür. Yəni bunu məhkəməni bunu ilə yormağa ehtiyac yoxdur. Çox ciddi problemləri var, ona görə çəkə bilmir. Məhkəməni bu ilə bağlı narahat eləmək. Məhkəmə də uzun bir zaman aparır da. Orada bir get, gəl filan elə. Xüsusilə də inzibati məhkəmələr ən azından təcrübədə qanun prosessual məcəllə nə deyir? Deyir, ağlabatan müddətdə baxır işə, konkret bir müddət yoxdur. Ona görə praktikaya əsaslansaq 6 aydan tez heç bir işə baxılmır. 6 yəni 6 ay çəkir, vaxt çəkir. Mən sənədsiz evlər məsələsi problemdir də. Bu qızıl amnistiya ilə bağlı bilirsiniz də, yəni sizin xəbəriniz var. Nazirlər Kabineti Nazirlər Kabinetindən bu ilə bağlı artıq tapşırıq